seçmek istedim. Ben seçtim Kasya'dan. Bir tane çatır insanlar. Bir tane çatır harfler. Gel bakalım gördüm. Burada ne yazılır? Təngidin. Bəs burada ne yazılır? Təngidin. Oxu görüm. Tanışdır bu sözler sana. Çətin sözlerdir ha. Səncə bunların kök və şəkilçiyə görə təhlili eynidirmi? Hə yoxsa yox? Bilindir. Hə? Düzdür. Düz cavab verdin. Sən bir dənə 5. Bax, sənə bir dənə 5 bırak. İndi izah edək görək niyə eynidir. Bu sözün kökü, bax, diqqətli olmaq lazım olacaq. Lənk. Lənk sözü var da dilimizdə. Adam yavaş gələndə deyirlər ki, lənk. Nə lənk adamsan, düzdür? Ləngi, ləngit. Tırıya keçib sonradan, bu da in. Tənk sözü də var dilimizdə. Tənk bilsən nədir? Sırf, dar, adam nereye sıfırlandı deyir ki, tənk nəfəs olduğunu, düzdür? Tənk. Təngi, təngit. Bu da in. İkisinde de görürsen 2 leksik 1 gramatik. 2 leksik 1 gramatik. Ona göre de neymiş? Eyni. Demek ki bunların təhlili eynidir. Bunlar təhlili eynidir. Hə, oldu. Sağ ol. Sağ ol.